və birdən qapı döyülür və qapını açmağa səcdə edən adam gəlir və görür ki, iki adam əlində böyük bir qabda xurma gətirib və deyir: "Aleykum salam, aleykum əssalam. Niyə gəlmişdiniz müəllimimizin yanına?" Adamlar deyir: "Biz müəllimimizin yaxın dostlarıyıq. Onu çoxdan tanıyırıq. O bizim müəllimimizdir. Biz başqa yerdə öyrəncilərimiz var. Biz başqa yerdə Quran oxuyuruq və əzan çəkirik. Başqa bir yerdəyəm." Hə? Səcdə adam deyir: "Yaxşı, gəlin, buyurun, içəri girin." Və müəllimi deyir: "Kimdir gələn, hə?" Və iki adam deyir: "Müəllim, bizik. Öyrənciləriniz gəlib." Müəllim deyir: "Gəlin, buyurun içəri. Bağışlayın, xəstəyəm, heç durmağa taqətim yoxdur." Və müəllimin öyrənciləri deyir: "Müəllim, zərər yoxdur. Təki sizin canınız sağ olsun. Ümid edirik ki, tez sağalarsınız Allahın köməkliyi ilə." Və müəllim deyir: "Sağ ol, ay bala, sağ ol." Müəllimin öyrənciləri deyir: "Müəllim, bunu bizə Məkkədən dostumuz göndərib. Biz gedirdik sənin yanına. Sonra bir adam gəlib dedi ki, buradadır müəllim, burada qalır." Biz dedik ki, hə, ora gedirsiniz dedi. Hə, biz dedik, hə dedi. Ondan sonra da bizə verdi ki, onu aparıb verərsiniz müəlliminizə. Bu Məkkə xurmasıdır dedi bizə. Hə? Dostum mənə Məkkədən xurma göndərib, bəs özü niyə gəlməyib, hə? O gec gələcək deyir. İndi yəni gec gələcəyinə görə heç olmasa durmağa taqətiniz olsun və taqətiniz ondan sonra rahat bizlə danışa biləcəksiniz. İndi bir də hər danışırsınız. Ümid edərik tez sağalarsınız. Alın bu xurmalardan yeyin biraz. Və müəllim deyir: "Yaxşı, qoy ora, hamımız yeyərik." Müəllimin öyrənciləri deyir: "Müəllim, bu xurma sizin üçündür, bizim üçün deyil amma." Müəllim deyir ki, ay bala, Peyğəmbərimiz paylaşanı çox sevərdi. Çünki paylaşmaq Allahdan, paylaşmamaq isə şeytandandır deyərdi. Çünki Allah da paylaşanları sevər və Peyğəmbərimiz böyük ürəkli olub. Hamı ilə hər şeyini paylaşıb. Bir loğma çörək olsa belə onu bir adamla paylaşar, heç olmasa o adamın sevindiyini görər və özü də sevinər. Çünki Allah hər canlıya kömək edəni, insan olsun, heyvan olsun, fərq etməz. Allahın yaratdığı böyük və qüdrətli Allahın yaratdığı bir canlılardır. Ona görə də Allah deyər ki, bu qulum hər canlını sevir, hər insana eyni gövhardan baxmır və hər insana kömək edir. Amma kömək etməyən insana isə Allah xoşlamaz. Çünki Allah ona verər və çox olsa belə, az olsa belə deyər ki, bu mənə yetmir. Ona görə də heç kimə paylaşa bilmərəm deyər. Amma o insan azı da paylaşar, çoxu da paylaşar və Allah onun ruzisini artırar. Çünki Allah görər ki, o əlindən gələni edir. Amma paylaşmayan insanı görür ki, o heç nə eləmək istəmir. Heç bir şeyini paylaşmaq istəmir. Çörək olsun, mal, mülk olsun, paylaşmaq istəmir. Amma bilmir ki, sonu Allahın yanına qayıdacaq və Allah ona deyəcək: "Ay qulum, mənim sənə verdiyim ruzilərdən sən payladınmı hamıya? Artığından, azından, verə bilsən belə, verə bilməsən belə şükrünü etdinmi?" O qul deyəcək ki, "Yox, Rəbbim," deyəcək, "mən heç bir şeyi paylaya bilmədim." Allah deyəcək ki, "Niyə?" Və adam deyəcək ki, "Allahım, mən çox şey verdin, amma mən onları öz heç birimi paylaşmaq istəmədim. Çox üzr istəyirəm." Və amma onda gec olacaq. Sonra isə hamıya paylaşan, hamını sevən, hamıya yuxarıdan baxmayan adam gələcək və Allah deyəcək: "Sən qullarımla hər şeyi paylaşdın və sən hər şeyi ən yaxşısını, doğrusunu etdin. Hər zaman məni andın, amma o qulum kimi məni heç vaxt anmamazlıq etmədin." Və adam deyəcək: "Bəli, Allahım, sənin verdiyin hər şeyi mən hamıya paylaşdım, bölüşdüm və heç bir şeydə bir nəsə üçün, əldə etmək üçün çalışmadım. Sadəcə Allah rızası üçün verdim və sənin rızan üçün verdim. Orucu da sənin üçün tutdum. Çünki sənin üçün tutulan oruç əsl oruçdur. Amma başqa bir şey tutulan oruç əsl oruç deyil." Və ona görə də əsli Allah bilər, insan isə sadəcə gördüyünü, bildiyini deyər. Amma həqiqəti Allahın mələkləri və ən qüdrətli olan Allah bilər. Və insanlar sadəcə deyər ki,
Bu belə olub, bu elə olub. Amma əslini Allahdan başqa heç kimsə bilə bilməz. Çünki Allah hər şeyi görən və biləndir. Müəllimə oruc tutmaq istəyən öyrəncisi deyir ki, müəllim, bir adam oruc tutub namaz qılmasa olar, ya da orucunu tutub yatsa olar? Müəllim deyir, nə deyirsən ay bala, namazı qılıb, Allaha dua edib oruc tutmamaq olmaz axı. Heç olmazsa oruç tutanmasan belə namazını qıl ki, Allah səni görsün ki, sən onun üçün çalışırsan, onun səcdə etmək üçün. Səhvin də olsa zərər yoxdur. Allah niyyətini görür və niyyətinin yaxşı olduğunu bilib səhvini əfv edəcək. Çünki ən böyük Allahdır, əfvi sonsuzdur. Onun əfvinə heç kim çata bilməz, amma onun yanına çatmaq üçün namaz qılıb hamıya və hər kəsə sevgi ilə, köməkliyi ilə və ən yaxşısı Peyğəmbərin yolu ilə getməkdir. Çünki Peyğəmbərin yolu haqq yoldur. Allahın yanında olmağı istəyən Peyğəmbərin yolu ilə gedər və Allahı sevər. Yoxsa başqasının dalından qeybət edən və yalan danışan biri ilə dostluq etsən, o səni Allahın yolundan ayırar və səni də öz yoluna çəkər. Onda sən də çətinlikdə qalarsan. Ona görə də dostunu yaxşı seçməlisən. Dostun sənə yalan mı deyir, düzmü deyir? Dostun üçün sən əlindən gələni etməlisən. Amma əsl dost üçün sənə yalandan deyən, mən səni çox sevirəm dostum, deyən dostun üçün deyil. O namazda belə yalan və saxta səcdə edir. Çünki o istəyir ki, insanlar onu tərifləsin və ondan danışsın. Desin ki, bu adam nə gözəl namaz qılır. Amma evində əzan çəkiləndə o heç bir yerindən tərpənməz. Elə bil əzan heç çəkilməyib kimi oturar və sadəcə cümə günləri gedər hamının yanında namaz qılar, göz boyayar. Göz boyamaqla deyil, Allahın qüdrəti çox böyükdür. Amma sən hər saniyə yalan danışsan, Allah deyəcək ki, artıq bu qulum mənim yanıma gəlməyəcək. Amma Allah əlindən gələni edər ki, o qul ona yanına gəlsin və heç olmasa desin, Allahım məni bağışla və Allah o dəqiqə bağışlayacaq. Çünki Allah heç bir qulunun çətinlikdə qalmasını ya da əziyyət çəkməsini istəməz. Amma qul yolundan dönməzsə, Allah deyər ki, bu qulumu mən əfv edirəm, amma qulum o yoldan dönmür. Ondan sonra isə çətinlikdə qalan həmin o qul olar. Çünki Allah əfv etdikcə qul yenə də günahkarlıq edir. Bəli, günahkarlıq insanın özündə var, amma günahları əfv edən böyük Allah isə çox yaxşı bilir ki, bu günahları insan bilərəkmi edir, bilməyərəkmi edir. Bilərək edilən günahlar əfv olunmaz, amma bilməyərək edilən günahlar əfv olunar. Çünki Allah deyər ki, bu qulum günahkarlığı edib, amma bilməyərək səhvən edib, mən onu əfv edirəm. Amma bir qul günahkarlığı bilə-bilə və mən bunu etsəm zəyən yoxdur, bu günah deyildir, Allah məni əfv edəcəkdir. Bəli, Allahın əfvi sonsuzdur, amma Allah insana şuur verib ki, o şuuru düzgün idarə etsin və onunla hər kəsə kömək etsin, düzgün yolda olsun. Amma bəzi insanlar o şuuru düzgün yollarla getməz, bəziləri isə haqq yoluna, Peyğəmbərin yoluna gedərlər. Peyğəmbərlərin yoluna gedənlər isə hamıya kömək edər və nəsihətləri ilə hamıya kömək edərlər. Ən çətin zamanda belə Allahdan kömək istəyərlər. Onlar Allahı hər zaman xatırlayar, heç vaxt unutmazlar. Çünki bilərlər ki, tək haqq yolu Allahdır və o hər şeydən qüdrətlidir. Heç vaxt da insanı unutmaz. Əgər Allah insanı sevərsə, o insanı qoruyar. O insan da Allahı həqiqətən sevərsə, Allah da o insanın istədiyini və hər şeyi ən gözəl yolla verər. O insanı qoruyar və Allahın qoruduğu insan isə ən yaxşı insandır. Çünki Allah sevdiyi qullarını ən gözəl şəkildə, ən yaxşı şəkildə qoruyar və o quluna nə olursa olsun, hər zaman çətinlikdə qalsa belə, çünki Allahı sevər, onun yolu ilə, Peyğəmbərinin yolu ilə gedər, rahatlığı ən qısa şəkildə və həqiqətən çox tez tapar. Amma sadəcə bir gün ya da sadəcə cümə günləri namaz qılmağa getmək Allahı sevmək deyil. Sadəcə insanın özünü hər tərəfdə təriflətməyi və Allahı heç sevmədiyi deməkdir. Abunə olun, əlimdə qalsın. Hər kəsə təşəkkürlər.